Salam əziz və dəyərli tələbələrimiz, bu gün sizlər üçün informatikadan əsas anlayışlar bölməsinin izahını verəcəm. Keçid alırıq izahımıza. Demək, bu gün keçirik informatika əsas anlayışları bölməsini. Mən birbaşa olaraq danışacağam informasiyanın ölçü vahidlərindən. İndi dedik ki, informasiyanın ən kiçik ölçü vahidi bitdir. Buraya yazıram bit. Baxın, kiçik sözündə də i hərfi var, bit sözündə də i hərfi var. Yadda saxlayacağam ki, ən kiçik ölçü vahidimiz bitdir. Bit sözü binari digit sözlərinin birləşməsi əmələ gəlibdir. Buraya yazıram ki, binari digit. Bunu çox da vacib bilməyə ehtiyac yoxdur. Sadəcə bəzi kurs testləri üçün bilsəz arzu olunandır ki, binari digit sözlərinin birləşməsindən bit əmələ gəlibdir. Demək, sadəcə dedim ki, informasiyanın ən elementar, ən kiçik ölçü vahidi bitdir. Desələr ki, məsəl üçün bir bit nədir? Deyəcəm ki, bit informasiyanın ən elementar ölçü vahidi olub 0 və ya 1-dir. Niyə görə? Sənə şablon formada belə öyrədim ki, məsəl üçün görürsən 0-la 1 də balacadır, elə ən kiçikdir də, bit də kiçikdir. Yadında saxla ki, desələr bir bit nədir? Deyəcəm 0 və ya 1-dir. İndi inşallah daha digər dərslərimizi keçdikcə daha yaxşı biləcəksiniz say sistemləri dərsində. Ondan sonra informasiyanın ən əsas ölçü vahidi isə byte'dır. Buraya yazıram byte. Əsas sözündə də A hərfi var, byte sözündə də A hərfi var. Ən əsas ölçü vahidimiz byte, ən kiçik ölçü vahidimiz bit. Ona görə buna əsas ölçü vahidi deyirlər ki, kompüterin yaddaşında hər şey byte'lar şəklində saxlanılır. Bitlər şəklində kodlaşdırılır, byte'lar şəklində saxlanılır. Demək, bunu yazdıq. Bit, bax, bunu qəti formada unutmaq olmaz ki, məsəl üçün, bir gün desəz ki, informasiyanın ən kiçik ölçü vahidi byte'dır, daha bir abıçılıq heç nə yəni ki. Ən əsas sözündə A, byte sözündə A, kiçik sözündə I, bit sözündə I. İndi biraz söhbətimizi uzada bilərik ki, sizin daha yaxşı başa düşməyiniz üçün. Bundan sonra daha böyük ölçü vahidlərimiz mövcuddur. Buraya yazıram kilobyte. Ç bu şəklində yazılır. Daha bir də kilobyte yazmıram. Təşrif edirəm ki, sən də bunu dəftərinə bu formada yazasan, kiçikdən böyüyə doğru yazıram. Kilobaytdan sonra gəlir megabayt MB şəklində, megabaytdan sonra gəlir gigabayt GB şəklində, gigabaytdan sonra gəlir terabayt TB şəklində. Bunu qəşəngcə yazdım. Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. Belə barmaqlarınla da saya bilərsən. Bunu buradan silirəm. Dedik ki, ən kiçik ölçü vahidimiz bitdi. Ən əsas ölçü vahidimiz baytdır. Biz bu gün özümüzdən bir dənə qayda öyrəndik. Bu olsun qızıl qaydamız nömrə 1. Bir çoxunuz yəqin ki, eşitmiş olarsınız. Artıq populyarlaşıbdır. Biz buna deyirik ki, kabab qaydası. Yəni ki, bu bizim bildiyimiz kababdan söhbət getmir. Yadımızda qalsın deyə belə açar sözlərdən istifadə edəcəyik. Yəni bu kabab qaydası o deməkdir ki, sən kiçik ölçü vahidlərindən böyük ölçü vahidlərinə keçəndə bölməlisən. KBB, yəni kiçikdən böyüyə keçəndə bölməlisən. Kiçikdən böyüyə böl qaydasıdır bu. Kabab qaydası. Kiçikdən böyüyə böl. Yəni bitdən bayta keçəndə böl. Kilobaytdan megabayta keçəndə böl. Gigabaytdan terabayta keçəndə böl. Nə bilim, bitdən terabayta keçəndə böl. Baytdan gigabayta keçəndə böl. Yəni bir sözlə kiçikdən böyüyə keçəndə mütləq bölmək lazımdır. İndi mən sizin yerinizdə olsam, bunu buradan yazanda yazardım ki, kabab qaydası kiçikdən böyüyə keçəndə bölmək lazımdır. İndi biz bayaqdan deyirik ki, bitdən bayta keçəndə böl, amma bilmirik nəyə bölmək lazımdır. Bir mənalı olaraq yadda saxlamaq lazımdır ki, həmişə bitdən bayta keçəndə 8-ə bölmək lazımdır. Elə bir yer olmayacaq ki, sən onu məsələn 9-a böləsən və yaxud da 5-ə böləsən. Amma digər ölçü vahidlərindən bir-birinə keçəndə 1024 ədədinə bölmək lazımdır. Bu da bir qaydadır. Məsəl üçün elə bir yer olmayacaq ki, sən onu 1026-ya böləsən. Burada yazıram 1024, burada yazıram 1024, burada yazıram 1024. Demək, bitdən bayta keçəndə 8-ə böldüm, digər ölçü vahidlərindən bir-birinə keçəndə 1024-ə böldüm. Bizə bu ölçü vahidlərinin araları lazımdır. Yəni baytla kilobaytın arasında bir dənə 1024 var. Məsəl üçün kilobaytla megabaytın arasında bircə dənə 1024 var. Bunu belə yazdıq. Kompüterin yaddaşında hər şey ikilik kodlarla kodlaşdırılır deyə biz burada iki üstü qüvvətləri də bilməliyik. Və yaxud da misalların çoxunda iki üstü qüvvətlə verirlər misalları. Ona görə yaxşı olar ki, 2 üstündə 0-dan 2 üstündə 13-ə qədər iki üstü qüvvətləri əzbər biləsiniz. 2 üstü 0-ımız 1, 2 üstü 1-imiz 2, eyni şeydir. Ha 8-ə böldün, ha 2 üstü 3-ə böldün, bunun ikisi də eyni şeydir.
Bu bizim işimizi rahatlaşdırmaqdan ötəridir. Məsəl üçün, tutalım ki, mənə belə bir sual versələr ki, elə ən sadədən başlayaq. 16 bitimiz mənə desələr ki, neçə baytdır? Bir də sizin üçün bir dənə real fikir deyim ki, B şəklində yazılan həmişə baytdır. Yəni bit elə bit olduğu kimi yazılır. 16 bitimiz neçə baytdır? Mən görürəm ki, bitdən bayta keçəndə bunun arasında nə qədər yol var? Bir dənə yol var elə, bir dənə 8 var. Biz bayaq öyrəndik ki, bitdən bayta keçəndə 8-ə bölmək lazımdır. Demək mən 16 biti bayta çevirmək üçün nə etməliyəm? Gətirib qəşəng-qəşəng 16-nı 8-ə bölməliyəm. O da eləməlidir 2 bayt. Və yaxud da indi bir dənə də şey yazacağıq. Tutalım ki, bizə deyir ki, 2 üstündə 40 bit neçə baytdır? Yenə də belə sual verir. Ya sən 2 üstündə 40-ın neçə olduğunu bilməlisən, həmin ədədi 8-ə bölməlisən. Mən də nə bilim ki, 2 üstündə 40 neçə eləyir? Mən dəliyəmmi? Tutum indi 2 üstündə trilyona qədər qüvvətlər əzbərliyim. Burada rahat bir qaydamız var. Özümüzdən bir şablon qayda deyirəm sizin üçün. Bax, siz mühazirədə deyilsiniz. Burada diqqətlə qulaq asıb yadınızda saxlamalısınız. Əgər ədəd formasında versə mənə, görürsən 16-nı bir ədəd formasında vermişdi, eləmi? Ədəd formasında versə ədədə böləcəm. İndi bu 8 ədəd deyilik də, siz rəqəm deyin. 2 üstü qüvvət formasında versə 2 üstündə qüvvətə böləcəm. Yəni mən buradan yazaram ki, 2 üstündə 40 bölünmüş 8. Yenə deyirəm, ya 2 üstü 40-ın neçə olduğunu bilib 18-ə bölmək lazımdır, ya da 8-i 2-nin qüvvətinə yüksəltmək lazımdır. Daha 5 saat bunu birdən beynimizə gəlməz deyə bəri başdan yazmışıq ki, bitdən bayta keçəndə 2 üstündə 3-ə bölmək lazımdır. Əsaslar eyni olanda böləndə bilirsiniz ki, qüvvətlər çıxılır. Eləyir 2 üstündə 37 bayt məsəl üçün. Tutalım ki, mənə desələr ki, 1600 bitimiz neçə baytdır desə, yenə bitdən bayta keçəndə görürəm ki, arasında bir dənə yol var. Demiş ki, ədəd formasında beləcənə veribdirsə, yəni 2 üstü qüvvət formasında verməyibdirsə də, ədəd formasında veribsə ədədə bölürəm. 1600-ü 8-ə bölmüş olsam, alaram 200 bayt. Və yaxud da tutalım ki, mən yazaram 2 üstündə 78 bitimiz neçə baytdır? Mən görürəm ki, bitdən bayta keçəndə bir dənə yol var. Yəni bir dənə küstüç var. Təkrar deyirəm. 2 üstündə 78-i 2 üstündə 3-ə bölmüş olsaq, əsaslar eyni olanda böləndə qüvvətlər çıxılır. Eləyir 2 üstündə nə bilim neçə bayt və s. və ilə axır. İndi bura kimi bir dənə kiminsə başa düşmədiyi varsa, indi biraz məsələni böyüdürük. Mən buranı silənə kimi deyərsiniz. Belə silirəm. Maksimum həvəsli olmaq lazımdır. Əgər həvəsli olmasan, bura qoşulmağında heç bir mənası olmayacaqdır. Orada indi hərə öz vicdanı ilə dərs oxuyur. Mən bilmirəm, siz orada həqiqətən qəşəng qulaq asırsınızmı? İnşallah ki, qəşəng qulaq asarsınız. Bunu da daha pozuram. Kiçikdən böyük böl qaydasını. Aşağıda vərəq var. Prosta istəyirəm bu ölçü vahidləri gözümüzün qabağında olsun. İndi biraz məsələni böyütmüş olsaq, tutalım ki, yazıram ki, üstündə 50 bit neçə? Bu səfər deyirəm ki, misal üçün kilobaytdır. Sualını versə, qatı formada unutmaq olmaz ki, heç vaxt bitdən kilobayta birbaşa hoppanıb keçə bilmərəm. Belə bir qayda mövcud deyil. Həyatda da olduğu kimi hər şeyi addım-addım eləmək lazımdır. Bitdən kilobayta gəlmək üçün birinci bitdən bayta gəlməliyəm. Amma məndən nə ilə istəyir? Məndən kilobaytla istəyir. Mən amma hələ hardayam? Baytdayam. Baytdan da kilobayta gəlmək üçün bir dənə yol keçdim. Mən ümumilikdə bitdən bayta gəlmək üçün neçə dənə ara keçmişəm. Neçə dənə yol keçmişəm. Bir dənə 2 üstü 3 keçmişəm. Bir dənə də 2 üstü 10 keçmişəm. Bunların ikisi bir yerdə neçə eləyir? 2 üstündə 13 eləyir, düzdürmü? Yəni 2 üstü 3 burada, 2 üstü 10 burada. Sən buna toplam kimi baxsan, 2 üstündə 13 eləyir. Demək, bitdən kilobayta keçəndə 2 üstündə 13-ə bölmək lazımdır. Əsaslar eyni olanda yenə böləndə qüvvətlər çıxılır, eləyir 2 üstündə 37, məsəl üçün, kilobayt. Və yaxud da tutalım ki, bitdən, indi belə yazsalar ki, 2 üstündə, ora yazarsınız, yaxşımı? Belə yerdən demək olmaz. 50 bit neçə megabaytdır, deyir bizə. Ora yazın. Baxacam indi. 250 bit neçə megabaytdır? 250 bit neçə megabaytdır? İndi ora girəcəm, ekran gedəcəkdir. 250 bitimiz neçə megabaytdır? Görün, bitdən megabayta qədər nə qədər yol var? Nə var orada? Nə deyirlər? Qocam, nə yazırsınız?
Fərid nəsə balaca şey yazıb görmürəm. 250 bitimiz neçə megabaytdır? Dəftərlərinizə yazıbsınız zaten. Müəllim 3 çıxırıq da burada. Neçə çıxırıq? 3'ü çıxırıq da. 2 üstü 3 çıxandan 2 üstü 47. 2 üstü 22. 2 üstü 50'den 2 üstü 23 çıxdı, 2 üstü 27 oldu. Bəli, əhsən. Yəni bitdən biz megabayta gəlirik. Görürəm ki, megabaytlandır. Sən Bəli, yenə diqqətlə baxmalısan ki, biz neçə dənə ara keçmişik. 2 üstü Bitdən 12 çıxırıq müəllim. 2 üstündə 3, bitdən bayta gəldim. Baytdan kilobayta 2 yol, kilobaytdan megabayta 3 yol. 3 dənə yolun 2 dənəsi 2 üstü 10-dur, bir dənəsi 2 üstü 3-dür. Bunlar toplam neçə eləyir? 2 üstündə 23 eləmirmi? 2 üstü 10, 2 üstü 10, 2 üstü 3. Demək bitdən megabayta gəlmək üçün 2 üstündə 23-ə bölmək lazımdır. Daha 2 üstü əsaslar elə onda böləndə qüvvətlər çıxılır. 50-dən də 23 çıxanda qalır 2 üstündə 27. Məsəl üçün megabayt. Siz isə bir dənə çox balaca yazılıb 2 üstü 27-ni deyəsən yazmağa çalışıblar. 17 yox, bəli, 2 üstündə 27 eləməli idi. Başa düşməyənlər narahat olmasın, düzələcəkdir birinci səfərdir. Misal üçün tutalım ki, indi zaten dəftərlərinizə yazıbsınız. Aşağı çəkirəm bunu. Heç onu görməyəsiniz. Yazırıq ki, buradan 2 üstündə 45 bayt neçə megabaytdır. İndi bu səfər belə deyirik. 245 bayt neçə megabaytdır? Dəftərinə baxmasan öyrənə bilmərsən birinci səfər. Bilən kimsə yazmaz, yaxşı belə deyək. 245 bayt neçə megabaytdır? 2 üstü 25 megabayt. Bəli, oraya yazmaq lazımdır, zəhmət olmasa. Nizam Ben yaza bilmədim, ona görə deyirəm. tamam. Düzdür, bəli. Bu cümləsi yazılmalı. Baytdan megabayta gəlmək üçün görürəm ki, birinci baytdan kilobayta gəlmək lazımdır. Kilobaytdan megabayta gəlmək lazımdır. Mən 2 dənə yol keçmişəm. 2 dənə 2 üstü 10 eləyir 2 üstü 20. Demək baytdan megabayta gəlmək üçün 2 üstündə 20-yə bölmək lazımdır. 2 üstündə 45-i də 2 üstündə 20-yə bölmüş olsam, eləyər 2 üstündə 25 megabayt. İndi 2023-cü ilin qəbul sualında, ikinci şansın qəbulunda belə bir sual var idi, bax. İndi bunu tapın görüm. Üzün açılsın. Bax, bu 27-ci sual. Ben bunun üstünü belə silək. Yerdən demək olmaz, zəhmət olmasa oraya yazın görüm. Bəli, doğru cavab yazanlar var. Düzdür Zəhra, düzdür Nərminə, düzdür Lalə, düzdür Nəzakət. Başqa. Və kim nə deyir? Bəli, istəyirik ki, hərə öz vicdanıyla tapsın həqiqətən. O cərgəni dəftərimizə yazsaq, məsələni həll edə bilərik. Yəni, mən bilirəm ki, bu mənə deyir ki, 224 biti megabayta çevir. Bitdən megabayta gəlməkdən ötəri, düz bəli, cavabımız B-dir. Bitdən so gəlməliyəm bayta, baytdan gəlməliyəm kilobayta, kilobaytdan gəlməliyəm megabayta. Biz yenicə öyrəndik ki, bitdən bayta keçəndə 2 üstü 3-ə bölürük, digər ölçü vahidlərindən bir-birinə keçəndə 2 üstündə 10-a bölürük. İndi bitdən megabayta gəlmək üçün 1 yol, 2 yol, 3 yol. 2 dənə 2 üstü 10, bir dənə 2 üstü 3. Neçə eləyir? 2 üstündə 23. Demək, bitdən megabayta keçəndə 2 üstündə 23-ə bölmək lazımdır. Əsaslar eyni olanda böləndə də qüvvətlər çıxılır. Qalır 2 üstündə 1, yəni 2 megabayt. Cavabımız olur B variantı. Gəldik tərəzdən. İndi bunu silirəm. Biraz məsələmizi böyüdürük. Sizin üçün sual verəcəyik. Bir dənə yazarsınız, bir iki dənə. Daha yaxşı öyrənməyimiz, sonra davam edək. Məsəl üçün tutalım ki, bizə desələr ki, bizə nə desinlər? Elə belə o cavan oğlan dediyi kimi elə olsun belə. Məsəl üçün 4096 megabayt. Oraya yazarsınız cavabları zəhmət olmasa. Neçə gigabaytdır sualını versə nə deyərsiniz? Megabaytdan gigabayta. Ədəd formasındadır, rahat-rahat ədədə bölmək olar.
Bunu belə balacalaşdırım. Baxın. Bir nəfər düz deyir. Başqa çoxlu cavablar istəyirik. 4096 megabayt neçə gigabaytdır? Mən çox yazmışdı, sizə bir dənə gəlmişdi. Oo, 4'tü da. 1054. düz deyir, əhsən. İstədim elə baxamadım. Bu bəli, düz 4-dür. Yəni ki, megabaytdan gigabayta keçəndə bir dənə yol var idi, bir dənə 1024 var idi. Mən də qəşəng 4096-nı böldüm 1024-ə. 1024-ə bölünən ədədlərində 98% qarşısındakı rəqəm alırıq. 4 alırıq. Bu belədir. Sadəcə megabaytdan gigabayta keçəndə bir dənə yol var idi, məsələmizi həll elədik. İndi birdən məsəl üçün bizə belə desələr, yazırıq bura 3072 kilobayt, 5 megabayt, neçə megabaytdır tipli suallar versələr, əziz tələbələr. Ən sonda görürəm ki, megabaytla istəyir cavabımı. Demək, mən bütün hesablamalarımı, bütün ölçü vahidlərimi megabayta gətirməliyəm. Yadında saxla ki, bu gün bircə dənə bax bu dediyim cümləni öyrən ki, sən bütün hesablamalarını ancaq və ancaq eyni ölçü vahidində apara bilərsən. Yəni ki, sən megabaytın üstünə megabayt gələ bilərsən. Məsəl üçün başa düşmək üçün deyirəm. Megabaytı megabayta vurarsan, megabaytı megabayta bölərsən, çıxarsan, qüvvətə yüksəldərsən. Amma heç vaxt kilobaytın üstünə megabayt gələ bilmərsən. Bitdən məsəl üçün gigabayt çıxa bilmərsən və ya terabaytdan bit çıxa bilmərsən. Bütün hesablamalar eyni ölçü vahidində olmalıdır. Görürəm ki, 3072 5 kilobayt 5 megabaytı verib. Birinci sizə deyim ki, bu iki dənə ölçü vahidini böl-bölə veribsə də, bunların arası həmişə toplamadır. Həmişə toplamadır. Balaca vaxtı nətər məsəl üçün santimetrdən desimetr böl-bölə verəndə onları çevirib bir-birinə vururduq. İndi burada toplayacağıq. Bunların arası toplamadır beləcənə. Burada 5 megabayt var. Bunu nəyəsə çevirməyə ehtiyac yoxdur. Ən sonda bizdə megabaytla istəyir. 3072 kilobaytı megabayta çevirəcəm. Kilobaytdan megabayta keçəndə görürəm ki, bir dənə yol var, bir dənə ara var, bir dənə 1024 var. 3072-ni kiçikdən böyüyə keçəndə bölmək lazımdır. 1024-ə böləcəm. Demişik 98% həmin ədədin qabağındakı rəqəmi alırıq. Alırıq nə? 3 megabayt. Üstə gəlinsin 5 megabaytda burada məsəl üçün bir yerdə eləmiş olacaq 8 megabayt. Sadəcə bunu da megabayta çevirdim, topladım. Bununla bağlı beyninizdə qaranlıq qalan yer varsa deyin, zəhmət olmasa. İndi mən bu ölçü vahidlərini bayaqdan danışırıq ki, kiçikdən böyüyə keçəndə bölmək lazımdır. İndi bir dəfə də bezmədən bunu böyükdən kiçiyə doğru yazacağam. Təşrif edirəm ki, sən də qeyd dəftərlərinə bunu belə yazasan. Terabayt, gigabayt, megabayt, kilobayt, bayt və bit. Beləcənə yazdıq. Yenə araları yenə eynidir. Yenə bunların hamısının arası 1024-dür. Burada yazıram 1024, burada yazıram 1024, burada yazıram 1024, bunun arasına yazıram 8. Yenə 1024-ə bölmək eyni zamanda 2 üstündə 10-a bölmək və ya 2 üstündə 10-a vurmaq deməkdir. Buraya yazıram 2 üstə 10, amma 8-ə vurmaq eyni zamanda 2 üstə 3-ə vurmaq deməkdir. Biz bayaq burada öyrənmişdik ki, kabab qaydamız, yəni kiçikdən böyüyə keçəndə bölmək lazım idi. İndi biz öyrənirik. BKV yazıram, belə bakalavr sözündən yadda saxlaya bilərsən. Böyükdən kiçiyə keçəndə vurmaq lazımdır. Böyükdən kiçiyə vur qaydasıdır bu. Böyük adam kiçik adamı vurur. Məsələn, biz balaca vaxtda biz balacaydıq, bizdən böyük olan bizi kimsə vururdu. Böyükdən kiçiyə keçəndə vurmaq lazımdır. Əgər bunu bildimsə, da kiçikdən böyüyə keçəndə də bölmək lazımdır. Nəyə vurmaq lazımdır? Yenə eyni şeydir. Ya 1024-ə vuracaqsan, ya 210-a vuracaqsan, bunun ikisi eyni şeydir. Ya da 8-ə vuracaqsan, ya da 203-ə vuracaqsan, bunun ikisi eyni şeydir. Sadəcə bircə dənə fərqimiz budur ki, mənə desələr ki, tutalım ki, 2 üstündə 10, 10 olmasın, olsun 15. 2 üstündə 15 gigabayt neçə kilobaytdır sualını mənə versələr, nə edəcəm? Gigabaytdan kilobayta gələnə qədər mən neçə dənə ara keçmişəm? Gigabaytdan kilobayta gələnə qədər birinci gigabaytdan megabayta keçməliyəm, təzədən megabaytdan kilobayta gəlməliyəm. Görürəm 2 dənə ara keçmişəm. 2 dənə küstonumuz eləyir 220. Böyükdən kiçiyə keçəndə vurmaq lazımdır. 215-i 220-yə vurmuş olsam və yaxud böləndə qüvvətlər çıxılırdısa, indi vuranda qüvvətlər toplanılır, eləyir 235.
və yaxud da tutalım ki, bayaq bitdən bayta keçəndə 16-nı 8-ə bölürdümsə, indi desəm ki, 2 baytım neçə bitdi? 2-ni 8-ə nə edərəm? Vuraram. Məsəl üçün tutalım ki, qoy bir dənə tələbə seçək, buradan ataq belə kiminsə adı olsun. Tutalım ki, desin bizə kim var burada? Elə Səhnə Məmmədova desin. Deyə bilərsənmi ki, 4 terabaytımız neçə gigabaytdır? Eləcə yolunu de, necə eləyəcəm? 4 terabayt neçə gigabaytdır? Mhm. Böyükdən kiçiyə keçirəm, yoxsa kiçikdən böyüyə? Böyükdən kiçiyə Böyükdən kiçiyə keçəndə nə armaq lazım idi? vurmaq lazımdır. Bax, terabaytla gigabaytın arasında nə qədər yol var? Bir dənə yol. Demək 4-ü 1024-dən 200 ayıracağıq. Vuracağıq. O deyəcək 4096. Yenə səhnə, yenə sən mənə denən. Denən görüm ki, üstündə 20 məsəl üçün megabayt, 220 megabayt. Neçə bitdir desə. Yenə kiçikdən böyüyə keçirəm, yoxsa böyükdən kiçiyə? Böyükdən kiçiyə Vuracam yoxsa böləcəm? vuracağıq. Aha. İndi megabaytdan bitə gəlinə qədər neçə dənə yol var? 3 dənə. Əhsən. 1 yol, 2 yol, 3 yol. Bu 3 yol neçə eləyir bir yerdə? 2 üstü 23. Vəssalam, 2 üstündə 20-ni 223-ə vurmuş olsam, qüvvətlər toplanılacaq. Eləcək 2 Üstü üstündə 43. Bəli, bit. İndi gəlin biraz gedək məsələləri həll eləməyə. Məsələləri həll elədirsə düzələcəkdir. Demək, buradan başlayaq. Düz buradan. Sadəcə cavabları ora yazmaqdır. Zəhmət olmasa heç kim yerində danışmasın. Elə 42-ci sualdan belə başladıq. 42. Cavabı variant olaraq yazarsınız. Üstü 13 bit neçə baytdır deyir. Düzdür, bəli. Düzdür. Qoy mən təqdimatı dayandırım bunu. Sadəcə oranı ekranını paylaşım. Bir dəqiqə. Hə, 213 bit neçə baytdır deyəndə qəşəngcə ağarırdıq. Biz bayaq dəftərlərimizə yazmışıq ki, bitdən bayta keçəndə 2 üstündə 3-ə bölmək lazımdır. Vəssalam, 2 üstündə 13-ü də 2 üstündə 3-ə bölürəm, eləyir 2 üstündə 10 bayt. Məsəl üçün, baytdan bitə keçsəydim, 2 üstündə 13-ü 2 üstündə 3-ə vurmuş olardım. Amma biz öyrəndik ki, kiçikdən böyüyə keçəndə bölmək lazımdır. Zəhmət olmasa 55 eləyin görüm. Siz indi PDF-i görürsünüz elə, indi hal-hazırda. Hə, uşaqlar, PDF-i görürsünüz, yoxsa? Bəli. 223 bit neçə megabaytdır? 55-ci sualımızdır. Dəftərimizə baxsaq düzələcəkdir. Düzdür Fərid, düzdür Leyla, düzdür Emil, düzdür Lalə. Bəli, Tarə də düz deyir, nəzakət. Amma Günay səhv deyir. Sevda düzdür. Davam eləmək istəyirik. Hamı. Səhv deyişən düzdür aynı. Hə, üzr istəyirəm. Hə, 1 bəli. Düzdür Nurani. Düzdür Nərminə. Tamam. Gəldik bura 55-ci sualımızda. Düzdür Gülbahar. Bitdən megabayta gəlmək üçün bir dəfə indi birinci dəstəyə yazırıq. Bit, sonra gəlir bayt, sonra gəlir kilobayt, sonra gəlirdi megabayt. Bitlə baytın arası 2/3 idi. Digər ölçü vahidlərinin arası 2/10 idi. Mən baxıram neçə dənə yol keçmişəm. Bitdən bayta 1 yol, baytdan kilobayta 2 yol, kilobaytdan megabayta 3 yol. 2 dənə 210, bir dənə 203. Demək bitdən megabayta keçəndə 2 üstündə 23-ə bölmüş olacağam. 2 üstündə 0 eləyir. Siz də bilirsiniz ki, trilyon üstü 0 da 1-ə bərabərdir. Yəni istənilən bir ədədin üstü 0 1-ə bərabərdir. 56-nı bir dənə eləyin görüm 56-nı.
56-nın cavabları. Düzdür. İndən sonra variant olaraq yazarsınız. Düzdür, bəli. 56-nın cavabları. Düzdür, Ruslan. Oy, da çox getdi, çox yazdınız. Fərid, Sevda, Maysara, Tahirə, Zəhra, Emil, Murad, Doğan, Ərminən, Günay, Eşən. Düzdür, daha çox cavablar istəyirik. Burada sadəcə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə cavab var. Amma biz 22, 21 nəfərik burada. Düzdür, xahiş edirik ki, başa düşməyənlər bir dənə də deyər, bir dənə də başa salarıq. Gələn səfər bu dərsin video kaydına bir dənə də baxarsınız. İstəsəz, heç bilmirsinizsə. Bəli, düzdür, Gülbahar. Mən sadəcə bu rəqəmi 2 üstü ilə yazam. Bitir, yəni 2 üstü neçə ilə olmalıdır onu tapa bilməcəm. Gör nə deyirəm? Yazmışdı. Heç də bizə ehtiyac yoxdur. 40960-ın 2 üstü neçə olduğunu heç mən də bilmirəm. Amma biz demişik axı bizə ədəd veribsə biz ədədə böləcəyik. Biz bilirik ki, bitdən sonra gəlir byte, bytedan sonra gəlir kilobayt. Bitdən byte-ə keçəndə 8-ə bölürdük, eləmi? Byte-dan da kilobayta keçəndə 1024-ə bölürdük. Baxın bir dənə 55-dən 56-cı suallara. Burada yazmışıq 2 üstü 3, burada yazmışıq 2 üstü 10. Bax biz 2 üstü qüvvətləri ona görə yazırıq ki, bizim işimiz rahat olsun. Yəni sən 223-ün neçə olduğunu ya bilməlisən, 1 milyondan çox eləyir. Ya da görürsüz rahat-rahat 2 üstü qüvvətlərlə hesabladıq, böldük. İndi bunun ədəd formasında verdilər,sə 70 saat fikirləşməyə ehtiyac yoxdur. Ay görürsən bunu nə eləyim, nə varım. Sadəcə biz cümlə işlətmişik. Biz demişik ədəd veribsə ədədə böləcəyik. Yəni ki, bitdən kilobayta gəlmək üçün birinci bayta keçməliyəm, 8-ə bölməliyəm, daha sonra kilobayta keçməliyəm, məsəl üçün 1024-ə bölməliyəm. Bunu birinci 8-ə bölərəm. İndi inşallah çubuqlu bölmə ilə bölərsiniz və ya necə? Bunu 8-ə bölsəm 5120 taparam. 5120 nədir? Hələ ki, baytdır. Çünki mən bitdən bayta keçəndə 8-ə bölmüşəm. Baytdan da kilobayta keçmək üçün bir dəfə də 1024-ə bölməliyəm. Nəyi almalıyam? Qarşısındakı rəqəm alıram. Eləyir neçə? 5 kilobayt. Aydındır? Bəli, çox sağ olun. Təşəkkür Tamam. ederim. Zəhmət olmasa 57. 57. Düzdür, bəli, əhsən. Mənim imenli belə misallardan düşür imtahana. Bəli. İndi bayaq gördünüz 2023-ün qəbulunu göstərdim elə. Görürsüz düşmüşdü. Yəni bu da qəbuldur, qəbul. Qəbula işləyəndə görəcəksiniz ki, inşallah. İndi demirəm ki, bundan məsələn 5 dənə düşəcək, nə bilim nə. Yəni bir dənə düşməyədi. Amma nə təkid. Aydın. Hə. Bəli, əhsən, burada cavabımız C variantı idi. Yəni megabaytdan gigabayta keçəndə mən dəftərlərimə baxsam öyrənmək üçün görürəm ki, megabaytla gigabaytın arasında bircə dənə yol var. Qəşəng 4096-nı 1024-ə bölmüş olsam, qabağındakı rəqəm, yəni 4 taparam. Zəhmət olmasa 58. Düzdür, bəli. Düz yazanlar var. Zəhra, Aynur, Emil, Fərid, Lalə, Tahirə, Ruslan, Günay, Nəzakət. Daha çox cavab istəyirik. Nəzərinizə çatdırıram ki, 64 2 6-dır. Sən dəftərinə baxmalısan ki, megabaytla baytın arasında neçə dənə yol var? Böyükdənmi kiçiyə keçirsən, yoxsa kiçikdənmi böyüyə keçirsən? Təbii ki, megabayt baytdan böyükdür. Böyükdən kiçiyə keçməliyəm. Gəlirik bura. Yenə bezmədən bir dənə bunu bura yazıram. Megabayt, ondan sonra gəlir kilobayt, sonra gəlir bayt. Üzr istəyirəm. Nəsə boğazım biraz bir çıxla su içim gözləyim. Demək megabaytdan bayta keçmək üçün 2 dənə yolumuz var idi. Araları hamısının küstü 10-dur. Mən bu gün öyrəndim ki, bir dənə bitlə baytın arası küstü 3-dür. Qəşəngcə 64-ü küstü 6 kimi yazıram. Əgər bilmirəmsə, bu gecə onu öyrənirəm küstü 13-ə qədər.
Megabaytdan bayta gəlmək üçün bir dənə yol, 2 dənə yol. Hərəsi 2 üstü 10-dan eləyir 2 üstünü 20. Və salam şüt tamam. 2 üstü altında 2 üstü 20-yə vurmuş olsam, qüvvətlər toplananlar eləyir 2 üstündə 26. Aydındırmı siz Allah dəqiq? Əgər başa düşmədinizsə, bir dənə deyim, bir dənə də sxem çəkək. Bir dənə də nətərsə formada deyək. Yaxşı, indi Onda belə çıxır, üzr istəyirəm müəllim. Onda belə çıxır ki, 2 üstü 10-a kimi əzbərləmək lazımdır da o. Məsələn 64-ü 13-ə mən qədər. belə deyim. 13-ə kimi bir anlıq ağlıma gəlmədi ki, 2 üstü neçə eləyir. Bəli, əzbərləmək lazım. İndi buraya yazmışam. İnşallah video kayda baxıb istəsəz skrin eləyərsiniz və yaxud da nətərsə. Gəldik buradan, məsəl üçün bu fason suallara. Görürəm ki, mənə burada deyir 3 megabayt nəyə bərabərdir? Baxın ay uşaqlar, bu öyrədici testi, öyrədici. Bu səfər sadə demir ki, 3 megabayt neçə kilobaytdır, 3 megabayt neçə bitdir və s. və ilaxır demir. Eləcə deyir ki, 3 megabayt nəyə bərabərdir bu cavabların arasında. Sən birinci yoxlayırsan ki, 3 megabayt 6 bayt ola bilərmi? Sualını verirsən. Dəftərinə baxsan ki, megabayt, kilobayt, sonra bayt var. Megabaytdan bayta gəlmək üçün görürsən ki, 2 dənə yol var. Yəni ki, 3 megabayt 6 bayt yox, əksinə 3 vurulsun 2 üstündə 20 bayt eləmiş olar. Yəni 2 üstü 10 burada, 2 üstü 10 burada. Onda 6 baytda deyil, onda 3 vurulsun 2 üstü 13 baytda deyil, onda 3 vurulsun 2 üstü 10 baytda deyil. Bunları sildim. Gəl görək 3 megabayt 3 vurulsun 2 üstü 10 kilobayt ola bilərmi? Megabaytdan kilobayta keçəndə mən görürəm ki, bir dənə yol var. Elə? Yazıram 3. Mən də yenicə öyrəndim ki, böyükdən kiçik keçəndə vurmaq lazımdır. Megabaytdan kilobayta keçəndə nəyə vurmaq lazımdır? 2 üstündə 10-a vurmaq lazımdır. Həqiqətən də 3 megabaytımız eləyir 3 vurulsun 2 üstü 10 kilobayt. D variantında 3 vurulsun neçə olsaydı cavab düz olardı. Onu yazın görüm ora. D variantında 3 vuraq neçə olsa cavabımızı düz götürərdik. Yəni 3 megabayt 3 vuraq neçə bitə bərabərdir? Görün nə deyirsiniz? 3 megabayt 3 vuraq neçə bitdir? 2 üstünü yazmaya ehtiyac yoxdur. Eləcə ədədin özünü yazın. 2-nin üstünü yazın. Düzdür, bəli, əhsən. 23 bitə bərabərdir, düzdür. Düzdür. Əgər 3 megabaytımız 3 vurulsun 2 üstündə 23 bitə bərabərdir. İndi 48-ci sualımızda məsəl üçün deyir ki, 18 megabayt nəyə bərabərdir? Tipli sualı bizdən soruşur. Demək, mən 18-i elə yazmalıyam ki, bunun bir tərəfi 2 üstündə qüvvətə çevrilsin. Mən 18-i nətər yaza bilərəm? Yazaram ki, 9 vurulsun 2 şəklində, düzdürmü? Yəni 9 vuraq 2 üstündə 1 kimi yazaram 18-i ki, bir tərəfi 2 üstü qüvvət olsun. Onda rahat-rahat A variantından D variantını çıxmış olaram. 18-i yazaram ki, 9 vurulsun 2 üstündə 1. Düzdür? İndi deyir ki, 9 vuraq 2 üstündə 1 yazıram. Gəl görək ki, 18 megabayt 9 vuraq 2 üstündə 24 bayt ola bilərmi? Qəşəng bunu bura yazıram ki, megabayt, megabaytdan sonra gəlir kilobayt, kilobaytdan sonra gəlir bayt. Megabaytla kilobaytın arasında bir dənə yol var, 2 üstü 10. Kilobaytla baytın arasında bir dənə yol var, bir dənə də yəni 2 üstü 10 var. İndi megabaytdan bayta gəlmək üçün mən neçə dənə yol keçməliyəm? Megabaytdan kilobayta 1 yol, kilobaytdan bayta 2 yol. Mən 2 dənə yol keçirəm. 2 dənə 2 üstü 10-um eləyir 2 üstü 20. Demək, mən bunu 2 üstündə 20-yə vuracağam. 18 megabaytımız eləyəcəkdir 9 vurulsun 2 üstündə 21 bayt. Əksinə 24 bayt yox. Tutalım ki, gəl görək. 9 vuraq 2 üstündə 1 megabayt, yəni 18 megabayt. 9 vuraq 2 üstündə 24 kilobayt ola bilərmi? Yəni 18-i parçalayıram. Yazıram 9 vurulsun 2 üstündə 1 formasında. Megabaytdan kilobayta keçəndə arasında nə qədər yol var? Arasında bir dənə 2 üstü 10 var. Bunu 2 üstündə 10-a vurmuş olsam, eləyər 9 vurulsun 2 üstündə 11 kilobayt. Burada isə 24 kilobayt yazıblar. Gəl görək 9 vurulsun 2 üstündə 24 bit ola bilərmi? 18-i qəşəng yazsam ki, 9 vuraq 2 üstündə 1. Mən də bilirəm ki, yenicənə öyrəndim ki, megabayt, megabaytdan sonra gəlir kilobayt, kilobaytdan sonra bayt, baytdan sonra bit.
Megabaytla kilobaytın arasında 210, kilobaytla baytın arasında 210, baytla bitin arasında 203. 1 yol, 2 yol, 3 yol keçirəm. Bu 3 yolumuz bir yerdə 2 üstündə 23 eləyir. 9 vuraq 2 üstündə 1-i 2 üstündə 23-ə vurmuş olsam, həqiqətən bu eləyər 9 vurulsun 2 üstündə 24 bit. Aydındır? Başa düşmədinizsə bir də deyirik. 18-i parçaladıq 9 vuraq 2 üstündə 1 şəklində. Yenə həmin araları keçdim. Sadəcə vuranda da bilirəm ki, qüvvətlər nə olur? Toplanılır. Yaxşı, biraz davam edirik. Məsəl üçün o qaydamızla siz zəhmət olmasa bir dənə 52-ni tapın görüm. Deyir 223 bit nəyə bərabərdir? Demir, ha, nə bilim neçə nədir. Necə deyir nəyə bərabərdir? Gör 223 bit 1 GB ola bilər. Məsəl üçün yoxla da bu öyrədici test, əlinin öyrənməsindən ötəri. Bir megabayt olur. Görək digər yoldaşlar nə deyirlər. Yazmaq lazımdır. Hərə öz vicdanı ilə tapsın, görsün həqiqətən tapa bilirmi? Bəli, düzdür, 1 megabayt eləyir. Yəni ki, birazdan keçəndən sonra artıq sürətli formada biz bunu biləcəyik. Bitdən mən gigabayta qədər keçsəm, bitdən sonra gəlir bayt, baytdan sonra gəlir kilobayt, kilobaytdan sonra gəlir megabayt. 2 üstündə 3, 2 üstündə 10, 2 üstündə 10. Yəni mən bitdən megabayta gəlmək üçün 1 yol, 2 yol, 3 dənə yol keçmişəm. Bu 3 yolun ikisi 2 üstü 10-dur, biri də 2 üstü 3-dür. Yəni mən 2 üstündə 223-ə bölmüş olsam, eləyər 2 üstündə 0. Yəni ki, 1 megabayt. Amma məsəl üçün gigabayta gedib çıxsaydım, mən gərək bunu 2 üstündə 33-ə bölərdim. İnformatikada da narahat olmayın, mənfi deyilən bir şey alınmayacaqdır. Bir də ki, ölçü vahidlərini terabayta qədər bilmək bəsdir. Terabaytdan sonra petabayt, etabayt, zetabayt, nanobayt gəlir. 1 petabaytımız da 250 bayta bərabərdir. Qəti formada bilməyə ehtiyac yoxdur. Zaten yəni ki, ehtiyac olsa mən onu keçərdim, narahat olmayın. İndi məsəl üçün 54-cü sual. Deyir 12288 bit nəyə bərabərdir? Yenə nəyə bərabərdir deyir. Mən bilirəm ki, bitdən sonra bayt gəlir, baytdan sonra kilobayt gəlir, kilobaytdan sonra megabayt gəlir, düz uzana gedir, düzdür? Mən demək, nə edirəm? Bitdən bayta keçəndə bilirəm ki, 8-ə bölmək lazımdır, amma digər ölçü vahidlərindən bir-birinə keçəndə 1024-ə bölmək lazımdır. Mən 12288 biti birinci addımımda nə etməliyəm? Bayta çevirməliyəm. Çünki bitdən sonra bayt gəlir axı. Əgər cavabda varsa götürəcəm, olmasa fikirləşərəm. 12288 biti bayta çevirmək üçün 8-ə bölməliyəm. Əgər sən 8-ə bölsən, 1536 bayt taparsan. Mən bunu çoxlu işləmişəm deyə belə yadımda qalıbdı. İndi çubuqlu bölməklə məncə qıraqda bölmək olar. 12288 bitimiz 8-ə böləndə 1536 bayt eləyir. Görürəm ki, cavabda 1536 bayt cavabı var. Görürəm ki, xeyr. 1536 bayt cavabı yoxdur. Mən keçmişəm bitdən bayta. Hələ ki baytdayam, baytla da cavab yoxdur. Demək bir dəfə də baytdan keçməliyəm kilobayta. Baytdan kilobayta keçəndə nə edirik? Görürəm ki, baytdan kilobayta keçəndə bircə dənə yol var, 1024-ə bölürük. Mən 1536-nı 1024-ə bölmüş olsam, 1,5 kilobayt taparam. Görürəm ki, cavab variantlarının arasında 1,5 kilobaytımız varmı? Bəli, görürəm ki, var. Məsəl üçün, indi bunu başa salmaq üçün deyirəm bu cümləni. Əgər 1,5 kilobayt cavabı olmasaydı, bir dəfə də 1024-ə bölüb megabayta çevirərdim. O da olmasa bir dəfə 1024-ə bölüb gigabayta çevirərdim. Belə-belə davam edərdim. Təbii ki, o qədər misal uzanmayacaqdı. Narahat olmayın. Sadəcə öyrətmək üçündür. Mən bilmədim nəyə keçim. Birinci 8-ə böldüm ki, bayta keçim. Təzədən 1024-ə böldüm ki, kilobayta keçim. Bu fason idi. İndi zəhmət olmasa siz bir dənə 71 eləməyə çalışın görək. Bayaq mən sizə öyrətmişdim. 2 dənə ölçü vahidi böyrü olsa nə armaq lazımdır. Görürəm ki, ən sonda baytdan istəyibdi cavabı. Demək, mən bütün ölçü vahidlərimi bayta gətirib, bunları nə etməliyəm? Toplamalıyam. 2 dənə ölçü vahidi böyrü olanda eyni ölçü vahidinə gətirəndən sonra bunların arasındakı toplamadır. Eləyin görək. 71 eləməyə çalışaq hamımız. Rüşkanı falan götürək əlimizə. Hə, bəli. Burada cavablar artıq düz deyənlərimiz var. İndi bir dənə də təkrar izah eləyəcəyik. Bəli, doğru cavabımız D variantıdır. Ən sonda
baytdan istəyirdi. Ona görə mən bunun hamısını bayta çevirməliyəm. 2 kilobaytımızı bayta çevirmək lazımdır. Mən yenicə öyrənmişəm ki, kilobaytdan bayta keçəndə bir dənə 1024 var. Demək mən bir dənə bunu 1024-də nə etməliyəm? Vurmalıyam. Çünki böyükdən kiçiyə keçəndə vurmaq lazımdır. 2-ni 1024-də vursam 2048 taparam. Üstə gəlinsin, bu şəklində yazılan zaten dedi ki, baytdır. Üstünə 28-i sadə formada gələcəm. 2048-i bayta çevirmişəm, yəni 2 kilobaytı. Üstə gəlinsin 133 bu yazılıb. Demək 133 onsuz da baytlandı. Üstünə 133 gəlirəm. Üstə gəlinsin 800 bit var. Mən də öyrəndim ki, heç nə öyrənmə. Bu gün bir dənə öyrən ki, bitdən bayta keçəndə 8-ə bölmək lazımdır. Bayaqdan yuxarıda danışdıq ki, biz bitdən bayta keçəndə 8-ə bölmək lazımdır. Yəni bir dənə arasında 8 var. 800-ü də 8-ə bölmüş olsam eləyər 100 bayt. Əgər bunları da toplasan, düz deyirsiniz. 2309 alınar. Hamısını bayta çevirdim, topladım. İndi bir dənə zəhmət olmasa 72 eləməyə çalışın görüm. Düzdür, bəli, əhsən. Cavabımız 5500-dür, yəni Y-dir. Yenə baytdan istəyirdi, hamısını bayta çevirmək lazım idi. 5 kilobaytdan bayta keçəndə dedik ki, vururuq. Kilobaytla baytın arasında dəftərimizə baxsaq, görərik ki, bizə dənə yol var. 5-i 1024-də vursam 5120 alaram. Üstünə 80-i gələcəyik, onsuz da bu baytlandır. Üstünə də 300-ü gələcəyik. Eləyəcək ki, 5500 bayt. Son dəfə bu tiplərdən bir dənə 74 eləməyə çalışım görüm. Ümid edirəm ki, bunu da belə keçdim sürətli formada 72-ni. Yəni bayta çevirdim hamısını. Topladım sonra fisyo. Başa düşmüyorsunuzsa, kim başa düşməsə desin bir dənə də deyim indi. Amma 74 eləməyə çalışın. Gigabaytla istəyir. Demək hamısını gigabayta çevirmək lazımdır addım-addım. 3072-ni 1 gigabayta çevir, alta yaz. Üstə gələk 5 onsuz da gigabaytlandır məsəl üçün. Bitdən gigabayta keçmək istəsən dəftərinə bax gör nə qədər yol var, nə qədər ara var. Salam müəllim, axşamınız xeyir. Salam, hər vaxtınız xeyir. Müəllim, bəs orada 235-i necə Yol deyirəm edirik? də. 235 bit deyilə. Biz bitdən gigabayta qədər gör dəftərində nə qədər ara var, nə qədər 200 neçə var. Bayaq eləyək, bitdən bayta bir yol, baytdan kilobayta ikinci yol. Cavabı yazan var. Düzdür, bəli, amma daha çox adamın cavab tapmasını istəyirik. Yaxşı, deyirəm bir dənə 74-ü. Demək, ən sonda gigabaytla istəyirdi. Demək, sən bunun hamısını gigabayta çevirməlisən. Sən bilirsən ki, megabaytdan gigabayta keçəndə dəftərimizə baxsaq, bu yazdığımız niyə belə oldu? Heyf. Bilirsən ki, biz baxsaq, megabaytdan gigabayta keçəndə 1024-də bölürük. Bir dənə ara var. Yəni bir dənə yol var arasında. Bayaq öyrəndik. Megabaytdan gigabayta keçəndə arasında bir dənə yol var. Bir dənə 1024-də bölmək lazımdır. Kabab qaydamızdan kiçikdən böyüyə keçəndə böl. 3072 1024-də bölsəm 3 alaram. 3 gigabayt. Üstə gələk. 5 onsuz da gigabaytlandır. 5 gigabayt. Üstə gələk. Burada 3 terabayt yazılıb. Terabayt gigabaytdan böyükdür. Biz öyrəndik ki, böyükdən kiçiyə keçəndə isə vurmaq lazımdır. Həm də ki, mən məntiqlə fikirləşərəm ki, mən bayaqdan deyirəm ki, ya böləcəm, ya da vuracam, eləmi? Mən 3-ü 1024-də bölə bilmərəm, əndirabadi bir rəqəm alınır. Demək, 3-ü 1024-də nə edəcəm? Vuracam. 3-ü 1024-də vursam, həm də öyrənmişik ki, terabaytdan gigabayta keçəndə vurmaq lazımdır və ya böyükdən kiçiyə keçəndə vurmaq lazımdır. 3-ü 1024-də vurmuş olsaq, eləyəcək 3072 gigabayt. Gəldik bura bitə. Mən bura yazıram təkrar. Dəftərinə baxsan görərsən, dəftərinə yazıbsansa. Bitdən sonra bayt gəlir, baytdan sonra kilobayt gəlir, sonra megabayt gəlir, sonra gigabayt gəlir. Bitdən bayta keçəndə 2 üstündə 3-ə bölmək lazımdır. Digər ölçü vahidlərindən bir-birinə keçəndə 2 üstündə 10-a bölmək lazımdır. İndi mən baxıram bitdən gigabayta qədər neçə dənə yol var? Bir yol,
2 yol, 3 yol, 4 yol. Bu 4 dənə yolun 3 dənəsi 2 üstü 10-dur. Bir dənəsi də 2 üstü 3-dür. Bunlar toplamda eləyir 2 üstündə 33. Yəni 2 üstü 10, 2 üstü 10, 2 üstü 10, 2 üstü 3. Eləyir 2 üstü 33. Demək bitdən gigabayta keçəndə 2 üstündə 33-ə bölmək lazımdır. 2 üstü 35-i də 2 üstü 33-ə bölsəm, əsaslar eyni olanda böləndə qüvvətlər çıxılır. Eləyir 2 üstündə 2. Yəni neçə? 4. Daha toplamaq da asan məsələdir. Eləyir 3084. Bir dənə 75 eləməyə çalışın görək 75-i. Əsasən o eləyə bilməyənlər, oturub gözləyənlər 75 eləyin görək. 75. Hər şey düz yazanlar var. Addım eləyim bir dənə. Bitdən gigabayta keçməyi də gördük bayaq. Düzdür, bəli. Bəli, cavabımız 3094-dür. Bir dənə deyirik, gigabaytla istəyirdi. Hamısını gigabayta çevirmək lazımdır. Terabaytdan gigabayta keçəndə 1024-ə vururuq. 3024-ə vursam 3072 gigabayt eləyər. Kilobaytdan gigabayta gəlinə qədər. Kilobaytdan sonra gəlir megabayt, megabaytdan sonra gəlir gigabayt. 2 dənə yol var. 2 dənə 2 üstü 10-umuz eləyir 2 üstündə 20. Demək kilobaytdan gigabayta keçəndə 220-yə bölmək lazımdır. 2 üstü 21-i də 2 üstündə 20-yə bölmüş olsam, eləyir 2 üstündə 1. Yəni 2. Üstə gəlinsin 2 gigabayt. Üstə gəlinsin 4096 megabaytdan gigabayta keçəndə bir dənə yol var. Yəni bir dənə 1024 var. Bir dənə 1024-ə bölürəm. 4 alıram. Üstə gəlinsin. Bitdən gigabayta gəlinə qədər bayaq yuxarıda öyrəndik ki, 33 qədər yol var. Yəni 4 dənə yol var, belə keçdik. Bildik ki, 2 üstündə 33-ə bölürük. O da eləmişdi 2 üstü 4, yəni 16. Əgər bunları da toplasaq, deyirsiniz ki, 3094 eləyir. Düzdür. Kilobaytdan gigabayta bəli, düz keçmişik. Vəssalam. Bu fason misallar belədir. Əgər başa düşmədinizsə təkrar bir dənə də baxarsan, qəşəng bir dənə işləyərsən, düzələcəkdir. Burada yenə bundan belə bağlı misallar mövcuddur, belə-belə. İndi isə gəlin sizə ASCII və Unicode-dan bir dənə şeydən danışacağam. Bizim uşaqlar, bizim 2 dənə kodlaşdırma sistemimiz var. Bunlardan biri ASCII-dir. Buraya yazıram ASCII. Xahiş edirəm ki, orada bezməyəsiz, həvəslə qulaq asın. Maksimum həvəs. Bir dənəsi də Unicode-dur. Yazdıq buraya Unicode. Demək, sadəcə bunlar bizim 2 dənə kodlaşdırma sistemimiz var. Biri ASCII-dir, biri Unicode-dur. Təşrif edirəm ki, dəftərinin bir yerinə yazacaqsan ki, ASCII informasiya mübadiləsi üçün Amerika standart kodudur. ASCII-nin tərifi belədir, bax. 2020-ci ilin 2 fevral DIM sınağına düşübdü ASCII-nin tərifi. Yazırıq, ASCII informasiya mübadiləsi üçün Amerika standart kodudur. ASCII, yazanlar üçün deyirəm, informasiya mübadiləsi üçün nəzərdə tutulmuş Amerika standart kodudur. ASCII informasiya mübadiləsi üçün nəzərdə tutulmuş Amerika standart kodudur. Unicode-un tərifinə isə yazın ki, milli kodlar cədvəlidir. Milli kodlar cədvəlidir. Demək, ASCII Amerika standart kodudur. Unicode isə milli kodlar cədvəlidir. Milli kodlar cədvəli dedik. Demək, əziz dostlar, ASCII-də bir dənə simvolumuz 1 bayta bərabərdir. Bu bir qaydadır. Bir simvolumuz 1 bayta bərabərdir. Ümumilikdə ASCII-də nətər? ASCII-nin tərifini bir də deyə bilərsiniz, zəhmət olmaz. İnformasiya mübadiləsi üçün Amerika standart kodudur. İnformasiya mübadiləsi üçün Amerika standart kodudur. Bir simvolumuz 1 baytdır. ASCII-də 256 dənə kod var. Bu kodların, belə deyim, bəziləri bütün dünyanın istifadə etdiyi kodlardır. Bəziləri printer və skaner üçündür və hələ ki bunları bilməyə ehtiyac yoxdur. Bu kodlar 0-dan 255 arasındadır. Yəni 0-dan 255-ə qədər 256 dənə simvol var axı. 0-dan 255-ə qədər 256 dənə kod var. Məsəl üçün desələr ki, ASCII-də ən böyük natural ədədimiz hansıdır? Qəti formada demək olmaz ha 256. Çünki bu 0-dan başlayır. Yəni 0-dan 255-ə qədər 256 dənədir.
Məsəl üçün 0-dan 6-ya qədər neçə dənə simvol var? 7 dənə. 0, 1, 2, 3, 4, 5, 6. Unicode-da isə bir dənə simvolumuz 2 bayta bərabərdir. Bir dənə simvolumuz 2 baytdır. Unicode-da isə 65536 dənə kod var. Bu kodlar yenə 0-dan 65535-ə qədərdir. Yəni 0-dan 65535-ə qədər 65536 dənə kod var. Yəni ki, əziz dostum, sən harda Unicode görsən, bu sözü görsən, 2-yə vurmalısan mütləq. Məsəl üçün, biz dedik ki, ASCII-də bir simvolumuz 1 baytdır, elə? İndi ASCII-də mən desəm ki, indi özümüzdən təbii ki, bu indi ə hərfi yoxdur, başa salmaq üçün danışıram bunları. Mən bura yazsam ki, Əli müəllim sözünü yazsam. Desələr ki, Əli müəllim sözü ASCII-də həcmi neçə baytdır? Nə edəcəm? Götürüb bunu simvollarını sayıram. 1, 2, 3, boşluğu da sayıram. 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə simvolumuz var. Bir simvolumuz 1 baytdırsa, 11 simvolumuz 11 baytdır. Bu qədər uşaq misalı. Məsəl üçün, mənə desələr ki, tutalım ki, dırnaq işarəsinin arasında yazıblar ki, Əli 80 bal. Belə bir ifadə yazıblar. Buradan bir dənə ulduz qoyublar, bir dənə də nida qoyublar, təzədən dırnağı bağlayıblar. Yadında saxla ki, əziz və dəyərli tələbə, heç vaxt dırnaq işarələrini nəzərə almayacaqsan. Heç vaxt dırnaq işarələri nəzərə alınmır. Əgər dırnaq işarəsi, dırnaq funksiyasını yerinə yetirirsə, heç vaxt onları nəzərə almaq olmaz. Bəzi misalların altına yazacaqlar ki, dırnaq işarələri nəzərə alınmır, amma ola bilər ki, bəzi misalların altına yazmasınlar. Sən bilməlisən ki, dırnaq işarələri nəzərə alınmır. İndi Əli 80 bal ifadəsində gəlirəm buradan simvolları sayıram. 1, 2, 3, boşluğumuz 4, 5, 6, növbəti boşluğumuz 7, 8, 9, 10, ulduzu da sayıram 11, nidanı da sayıram 12. Demək bizim 12 dənə simvolumuz var, hərəsi 1 baytdan 12 bayt edir. Demək biz bir dənə dırnaq işarələrini nəzərə almadıq. Dırnaqdan başqa hər şeyi nəzərə alacağıq. Unicode-da isə bir simvolumuz 2 baytdır. İndi sizcə ASCII-də olan 12 bayt Unicode-da neçə bayta bərabərdir? 24. 24. Yəni mən burada yazsam ki, master sözünü yazsam və ya master all sözünü yazsam, sayıram 1, 2, 3, 4, 5, 6, boşluğumuz 7, 8, 9, 9 dənə simvolumuz var. Hərəsi 2 baytdan edir neçə? 18 bayt, məsəl üçün. Bu qədər asandır. Yəni, harada Unicode gördüyün 2-yə vurmalısan. Bir də sənin üçün real növbəti bir fikir deyirəm ki, cümləmdə nə ASCII, nə də Unicode verməsə, yəni desələr ki, Əli müəllim sözü yaddaşda nə qədər yer tutur, elə? Mən nə bilim ki, bu ASCII ilə, yoxsa Unicode-la. Yadında saxla, cümləmdə nə ASCII, nə də Unicode verməsə, mən həmişə ASCII ilə hesablayacağam, yaxşımı? Unicode deyən 2-yə vurmaq o zaman lazım olacaq ki, özü Unicode desin. Yəni, misal eləyək, eləməsək düzəlməyəcək. Məsəl üçün olsun 43-cü sualımızı sürətli bir formada deyin görə, yazın görə ora. Biraz donur elə. 10 bayt. Cavabı yazmaq lazımdır. Yedin demək olmaz. 10 bayt cavabı yoxdur orada. Mən başqa deyirdim, əlimdəydi. 80 bit olar. 80 bitdi. Y variantı. Məncə də. 7. Düzdür Leyla, düzdür Fərid, düzdür Tahirə, düzdür Emil, düzdür Aynur, düzdür Elşən, düzdür Nəsacət. Yazmaq lazımdır əziz dostlarım. Nizamı qorumaq üçün deyilmək. Nə istəyirəm qarma-qarışıq olmasın. Bəli, siz düz deyirsiniz. Əlbəttə ki, bu asandır. Cavabımız Y variantıdır. Mən deyirəm ki, cümləndə nə ASCII, nə də Unicode verməsə, biz həmişə ASCII ilə hesablayacağıq. Dırnaq işarələri heç vaxt nəzərə alınmır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə simvolumuz var. Hərəsi 1 baytdan 10 bayt eləyir. Mən görürəm ki, cavablarımda 10 bayt yoxdur. Baytı çeviriblər bitə. Vurublar 8-ə, eləyibdir neçə? 80 bit. Mən ümumiyyətcə bu belə deyim də, yazıda bu durğu işarələridir, boşluqdur filan, hamısı nəzərə alınır ancaq dırnaqdan başqa. Əhsən.
Düzdür. Zəhmət olmasa 44-ü bir dənə sürətli formada deyin görək. Bəli, düzdür. Ruslan görsən 18 saysan, ay Ruslan. İndi bilmirəm, həqiqimi saya bilmirsən, yoxsa boşluğumu saymadın? Müəllim, mən ora gələndə də bu sualda səhv eləmişdim. Yəni boşluğu da sayıram da 1, 2, 19, 3, 19. 4, 5, 6, 7, 8, 9, 10, 11, boşluq 12, 13, 14, 15, 16, 17, 18, 19. Bəli, 19 byte eləmiş olur. Sadəcə saydım. Məsəl üçün, gəldik buradan buna. 33-cü suala. 30-cu sual yazın görün nə deyirsiniz? 33-cü sual. Bəli, düzdür cavabımız D variantıdır. Yəni sayıram 13 dənə simvol var. Elə 34-ün üstü yazılı qalıbdı. Belə 34-cü sualımızda kompüter sözünü sayıram. Kompüter sözündə neçə dənə hərf var? Yəqin 8 dənə hərf var. 1, 2, 3, 4, 5, 6, 7, 8. Harda Unicode görsəm 2-yə vurmalıyam. Yəni Unicode'da bir simvolum 2 byte'dır. 8 dənə simvolum neçə byte eləyəcək? 16 byte eləyəcək. Görürəm ki, cavablarımın hamısını bitirən veriblər belə-belə. Byte'dan da bitə keçmək üçün qısa olaraq 8-ə vururam. 16-nı da 8-ə vursam 128 tapmış olaram. Təkrar deyirəm, simvollarını saydım. 8 dənə simvol var idi. 1-2 byte'dan 16 byte elədi. 16 byte da bitə çevirdim elədi 128 bit. Yəni ha 16 byte, ha 128 bit. Bunun ikisi də bir-birinə bərabərdir. Sadəcə ölçü variantları necədir? Fərqlidir. İndi zəhmət olmasa bir dənə elə olsun bu. Elə bayaq təsvir qayda görə yadımıza salaq. 40 eləyin görün. 40. Bəli, düzdür. Cavabımız D variantı idi. 32-ni yazmalıydım küsündə, 5 şəklində. Gigabaytdan kilobayta gələnə qədər gigabayt, gigabaytdan sonra megabayt, megabaytdan sonra kilobayt gəlir. 2 dənə yolumuz var. 2 dənə küssün 10-umuz eləyir küssü 20. Küssü 5-i də küssündə 20-yə vurmuş olsaq, eləyər küssündə 25. Yaxşı, 39 eləyin görün. 39-u. Bir dənə sürətli eləyin, buraları keçirik. Gedir aşağılara. Düzdür, bəli, əhsən. Yəni, ümumiyyətlə, neçə simvoldan ibarətdir deyəndə, neçə bytedan ibarət demək istəyir da bizə. Deyir, mətn yaddaşda 7 kilobayt yer tutur. Mətn neçə dənə simvoldan ibarətdir? Demək, sən bunu nə edəcəksən? Sadəcə byte çevirəcəksən. Kilobaytdan byte keçəndə mən bilirəm ki, 1024-ə vururam. Elə? 7-ni də 1024-ə vursam, eləyər 7168. Demək, bizim 7168 dənə belə simvolumuz var imiş ki, hərəsini 1 bytedan 7168 byte tapmışıq. Həmin 7168 byte elə bir ki, 1024-ə bölüb 7 kilobayt almışıq. Eyni şeydir də. Məsəl üçün, mətn yaddaşda 120 byte yer tutursa, mətn neçə dənə simvoldan ibarət olacaq? Elə 120 dənə. 120 dənə simvol var imiş ki, hərəsi 1 bytedan 120 byte eləyibdir. Yaxşı, məsəl üçün, tutalım ki, sualı dəyişirik. Mətn yaddaşda, deyirəm ki, yaddaşda 120 byte yer tutur. Mətn Unicode-da neçə dənə simvoluymuş? Yazın görüm. Mətn yaddaşda 120 byte yer tutur. Mətn Unicode-da neçə dənə hərf imiş? Ay cəmaət, nə 240? Bəli, düzdür. 60 dənə simvol imiş. Demək ki, 120 dənə simvolum var. Unicode-da neçə byte'dır? Deyirəm ki, mətn yaddaşda 120 byte yer tutur. Deyirəmsə, bu demək yer tutur. Bunun həcmi var. Mətn deyirəm Unicode-da neçə dənə simvoluymuş? Demək bu 60 dənə simvoluymuş ki, hərəsi 2 bytedan 120 byte eləyibsə da. 240 olmasın bizə necə olmalıydı? Elə bir ki, deyirəm ki, mətn 120 dənə simvoldan ibarətdir. Unicode-da həcmi nə qədərdir? Hə, ona görə 240 olardı.
Ümid edirəm ki, azdan çoxdan aydındır. Əgər azdan çoxdan aydındırsa, vəssalam, məsələ həll olubdur. Yəni ki, edə biləcəksiniz. Gəldik buradan bu tipli suallara. Deyir, yaddaşda mətn, qrafik və audio tipli informasiyalardan ibarət 20 kilobayt informasiya var. Əgər yaddaşdan 5 kilobayt audio, bu qədər bayt qrafik və bu qədər bayt mətn tipli informasiya silinərsə, deyirsə, demək mən nə edəcəm, onu çıxacam. Biz demişik, bütün hesablamalarımızı ancaq eyni ölçü vahidində apara bilərik. Bizim belə bir yaddaşımız var imiş. 20 kilobaytdan ibarət olan belə bir qovluğumuz var imiş. Burada özü deyir. Deyir, əgər yaddaşdan 5 kilobayt audio, bu qədər bayt qrafik, bu qədər bayt mətn informasiya silinərsə, mən 20 kilobaytdan rahat-rahat 5 kilobaytını silə bilərəm. Niyə? Çünki bunun ikisinin də ölçü vahidi eynidir. 20 kilobaytdan 5 kilobaytını silsəm, nə qədər qalar? Qalar 15 kilobaytı. İndi mən təzdən 5632 baytla 4608 baytı da kilobayta çevirməliyəm ki, rahat-rahat 15 kilobaytdan çıxa bilim. Yəni 5 kilobaytın çıxdım, 15 kilobaytı qaldı. İndi 5632 ilə 4608-i bir yerdə toplayacağam. Sonra 1024-ə bölüb kilobaytı çevirib sonra çıxacağam. İşim rahat olsun deyə. 5632 ilə 4608-i toplamış olsan 10240 taparsan. Amma nədir bunun həcmi? Hələ ki baytlandır. Mən hələ fərqli bir şey eləməmişəm. Sadəcə işim rahat olsun deyə bunun ikisini bir toplayıb bir yerdə çıxacağam. Silinmək, çıxmaq. Bu baytlandır. Bunu kilobayta çevirmək üçün 1024-ə bölməliyəm. 10240-ı 1024-ə bölsəm, demişik ki, qabağındakı ədəd alaram. 10240-ı 1024-ə bölsəm, 10 kilobayt tapmış olaram. Bayaq 5 kilobaytını silmişdim, 15 kilobaytı qalmışdı. İndi 15 kilobaytdan da 10 kilobaytını siləcəm. Nə qədər qalacaqdır? 5 kilobayt. 20-dən 5-ni sildim, 15-i qaldı. Təzədən o 2 dənə baytı topladım. 1024-ə böldüm ki, kilobayta çevrilsin. Çünki mən kilobaytdan ancaq kilobayt çıxa bilərəm. 15-dən də 10-unu çıxdım, 5-i qaldı. Yaxşı, başa düşməyimiz üçün zəhmət olmasa 88-i eləyin görək bir dənə sürətli formada. Aya 5 nədir? Nə deyir bu? Müəllim, mən bunu hesablaya bilirəm, amma o saymağı sayamıram. Saymaq nədir? Hə. Eyb olmaz. Bunu hesabla saymağı saymasan da olar. Müəllim, mən yazmışam cavabı. Hə, gördüm. Səhv yazıbsan, ay Ruslan. Müəllim, işləyəm. Ola bilsin ondan altını çıxarmamışam. 5 yazıbsan, amma 4 eləyir də 4 megabayt. Bəli, Müəllim, mən ondan altını çıxmamışam. Hesab çıxmışam ona görə. hə, indi bir dənə də təzədən eləyirik bunu. Qəşəngcənə. Deyir, qovluqda 10 megabayt bir dənə nəyimizsə var idi. Beləcənə 10 megabayt idi. Deyir, bu 10 megabaytdan 3 tam həcmi 3,5 megabaytdır. Video faylını 2560 kilobaytlıq audio faylını sildikdən sonra nə qədər həcm qalar? Mən 2560-ı da 1024-ə böləcəm ki, qoy bu megabayta çevrilsin. 2560-ı 1024-ə bölsən, indi çubuqlu bölmə ilə qıraqda bölsən, bu səfər 2,5 megabayt alarsan. 2 alınmayacaq da tam bölünmür. 2,5 megabayt burada, 3,5 megabayt burada. Bunları bir yerdə toplayıram, eləyir neçə? 6 megabayt. Çünki deyir, ikisini də sil. Mən də işim rahat olsun deyə ikisini toplayıb siləcəm. 10 megabaytdan da 6 megabaytını silsək, daha geriyə hamısı məlumdur. Eləyir neçə? 4 megabayt. Sadəcə həcmimiz 10 megabayt idi. 3,5 megabayt burada var idi. Bununla 1024-ə böldüm, tapdım 2,5 megabayt. İkisini bir yerdə topladım. Sonra da 10 megabaytdan sildim. İndi növbəti olaraq məsəl üçün görsən bir dənə burada bas 89-u deyəcəm indi. 90-dır, 91-dir, 92-dir, 93-dür, 94-dür, hamısı bundandır. İndi gəlin sizə bir dənə 89-u izah edeyim. Bezməyin. Demək deyir 2 səhifəli informasiya yaddaşda 258 bayt yer tutur.
Bizim demək 2 dənə belə qəşəng-qəşəng səhifəmiz var. Bu olsun birinci səhifəmiz, bu olsun ikinci səhifəmiz. Deyək ki, 2 səhifəlik informasiya yaddaşda 258 bayt yer tutur. Beləcə deyir. Mən hər səhifədə nə qədər informasiya var bilmirəm. Ona görə səhifələrimizi qəşəngcə X-lə işarələyirəm. İndi təzədən mənə deyir ki, birinci səhifədəki informasiyanın həcmi ikincidən 2 dəfə çoxdursa, bunu da X-lə işarələmişdim, bunu da X-lə işarələmişdim. İndi birincinin həcmi ikincidən 2 dəfə çoxdursa demək bu nədir? Bu 2x-dir. Bu nədir? X-dir. Bunların bir yerdə toplam həcmi 258 bayta bərabərdir. 2x burada, bir dənə də x burada. 2x-dən x-i toplamış olsaq, eləyər necə? 3x. 3x bərabərdir 258-ə, x də bərabərdir 86-ya. Hər səhifədə bilmirdim nə qədər informasiya var. X-dən işarələdim. Sonra sadəcə birinci səhifədəki ikinci səhifədən 2 dəfə çoxdur deyə bunu yazdım ki, 2x. X-i 86 tapdım elə. Məndən deyir ki, birinci səhifədə neçə simvol var? Daha mən tez cavabı deyə bilmərəm ha ki, cavabımız 86-dır. Aparıb bu x-i birinci səhifədəki x-in yerinə qoyacağam. 2-ni də 86-ya vurmuş olsam, demək burada 172 dənə simvol var imiş. Aydındır? İndi burada demək, gəlin bir dənə də sizə 99-u başa salım. Sonra belə bunları başa salacağım. 95 fasonları. Yaxşı ya da gələk elə bu 95 fasonları eləyək. Müəllim, Bəli. mən bayaqlar 86 tapmışdım özüm, amma ondan sonra internet getdi, bilmədim nə izah elədiniz. Hə, o 86-nı tapdınız. Birinci səhifəni soruşur deyə gətirib 86-nı gələcəkdir ekranımız. 2-yə vurdu. Birinci səhifədəki X-in birinci səhifədəki x-in yerinə qoyduq. Tamam, sağ ol. İndi gəldik 95 fason suallara. Gəlin görək bu fason suallarını nətər həll edirik. Demək bizə deyir ki, aşağıda məlumatda verilmiş və ASCII-də kodlaşdırılmış eyni simvolların sayını tapın. Bu fason suallarda bizdən 3 dənə şey istəyə bilər. Bir ola bilər ki, desin ki, ümumi simvolların sayını tapın. Bir dənə buradan yer açaq, çıxılı. Yazıram təzədən bura, gəlirəm müşqamızın rəngini dəyişirik. Ola bilər ki, desin ki, ümumi simvolların sayını tapın. Ola bilər ki, müxtəlif simvolların sayını tapın deyə bilər. Bir də ola bilər ki, eyni simvolların sayını tapın desin. Bir dənə misal üzərindən 3 dənəsini izah edəcəm. Həmişə bu tipli sualları axırdan əvvələ doğru 8-8 bölmək lazımdır. Axırdan əvvələ doğru. Sayıram bunu. Bax, biz birazdan keçəcəyik ki, hələ ki bil ki 8-8 bölmək lazımdır. Bir müddət keçsin, bunun fərqli formalarını inşallah işləyəcəyik. Axırdan əvvələ doğru 8-8 bölürəm. Ona görə 8-8 bölürəm ki, axı 8 dənə 0 birimiz 8 bit eləyir. 8 bitimizdə 1 bayt eləyir. 1 baytımızda bir simvoldur axı. Belə cümlə uzana gedir. Yox, əgər sən bu cümlələri başa düşmürsənsə də sadəcə bil ki, bu tip sualları Allah indi yaddaşın bir göz yaddaşı formasında veribdir bizə. Axırdan əvvələ doğru 8-8 bölürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bunu böldük. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bunu da bölürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bunu da bölürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bunu da böldüm. Burada 8 dənə qaldı. Əgər 8 dənə qalmasaydı, məsəl üçün 6 dənə qalsaydı, bunu 8-ə çatdırmaq üçün bunun yanına 2 dənə 0 əlavə eləməliydim. 8-ə çatdırmaqdan ötəri 2 dənə 0 əlavə eləməliydim ki, 8-ə çatsın. İndi bunu 8-8 böləndən sonra nə edirəm? Mən baxıram, məsəl üçün tam ki, birinci nədir bunun adı? Simvolumuza deyək də. Baxıram ki, 0-1-lə başlayır. Ortasında 4 dənə 0 var və axırı 10-la qutarır. Gəlin görək bunun məsəl üçün oxşarı varmı? Görürəm ki, 0-1-lə başlayır. Ortasında 4 dənə 0 var. Axırı 10-la qutarır. Həqiqətən bununla bu ikisi də bir-birindən oxşardır. Məsəl üçün görürəm ki, bu 0-1-lə başlamır. Bu 0-1-lə başlasa da belə, məsəl üçün 11-lə qutarır. Ona görə deyəcəm ki, ancaq və ancaq bunun ikisi də eynidir. Mən eynilərin ikisini də bir hərflə işarələyəcəm.
Fərqi yoxdur. Kefin istəyirsən bunu Z hərfi deyə, kefin istəyir bir dənə nə deyirsən, denəm. Mən hər ikisinə bunu A hərfi deyirəm. Demək mənim 2 dənə eyni simvolum var. Görürəm ki, bu. Üçü də bir-birindən müxtəlifdir. Ona görə buna B dedim, buna C dedim, buna da D dedim. İndi mənə desələr ki, ümumi simvollarımızın sayı nə qədərdir? Deyəcəm bu ilə 1, 2, 3, 4, 5. 5 dənə ümumi simvolumuz var. Artıq sən hər bir hərfə bir simvol kimi baxacaqsan. Çünki bizim 8 bitə bizim bir simvol almağımız üçün 8 bitə ehtiyacımız var. Ümumi 5 dənə simvolumuz var. Eyni 2 dənə simvolumuz var. Müxtəlif simvolların sayını soruşsan ağaracaqsan. Gözünlə gördüyü, konkret olaraq gözünlə gördüyü müxtəlifləri götürürsən, buna bax. Məsəl üçün B, C, D. Gözünlə gördüyün müxtəlifləri götürürsən. Və eynilərdən bir dənəsini gətirib onun yanına yapışdırırsan. 2 dənə A hərfi eynidir elə. Mən gətirib A hərflərindən birini bunun yanına yapışdıracağam. Həqiqətən B, A, C, D. Bunun 4-ü də bir-birindən müxtəlifdirmi? Deyirəm ki, bəli. Demək bizim 4 dənə müxtəlif simvolumuz var imiş. Əgər 5 dənə desəm, mən onu deyirəm ki, nətər eyni oldu? Bununla bunun ikisi eyni şeydir axı. Daha doğrusu, nətər müxtəlif oldu? Bununla bunun ikisi eyni şeydir axı. 8 böldüm eyni simvolların, ümumi simvolların və bir-birindən müxtəlif olan hərfləri tapdım. Aydındır? Bəli. 96-dır, 97-dir, 98-dir. Bu fasondur. Daha bir də bunları bölmürəm. 8 bölüb məsələni həll eləyirsən. Gəldik 99 fason suallara. Can görək bunları nətər həll edirik. Bir dənə də bunu deyirik. Fisə qutarıq. Demək deyir, bir iş haqqında məlumat 2048 simvoldur. 2048 simvol ümumiyyətlə 2048 byte deməkdir. 8192 sayda iş haqqında məlumatı deyir, neçə dənə 1 megabaytlıq diskə yerləşdirərsən. Mən bir işçi haqqında məlumatı burada bilirəm nə qədərdir. Belə cümləmdə demişik, nə ASCII ilə də Unicode verməyibdirsə də, ASCII ilə hesablayırıq. Qəşəng bunu buraya yazıram ki, bir dənə işçi haqqında məlumatımız 2048 simvol, yəni 2048 byte'dır. Nətər ki, bir simvolumuz 1 byte'dırsa, 2048 simvolumuz da 2048 byte'a bərabərdir. İndi 8192 işçi haqqında məlumat nə qədərdir ki, mən onu tapıb megabaytlıq disklərə yerləşdirəcəm. 8192-yə də X qoyuram. Bura kimi məncə aydındır. Bir iş haqqında məlumat 2048 simvoluydu. Yəni 2048 simvol 2048 byte deməkdir. 8192 iş haqqında məlumatı bilmirdim. Ona X qoydum. Bunları çarpaz vurub X-i tapacağam. X-i 1-ə vursam X bərabərdir. 2048-i əzbərləyəcəyik inşallah. 211 kimi yazırıq. İşimiz rahat olsun deyə. 8192-ni işimiz rahat olsun deyə 2 üstünə 13 kimi yazıram. 211-i 213-ə vurmuş olsam eləyər 2 üstündə 24 byte. Elə? Çünki simvol byte-la daxı. Amma sən bunu nə etməlisən? Sən bunu megabaytlıq disklərə yerləşdirməlisən deyə bunun həcmini megabayta çevirəcəm. Biz demişik axı, biz bütün hesablamalarımızı ancaq eyni ölçü vahidində aparmalıyıq. Yəni mən məsəl üçün byte-da olan bir şeyi megabaytlığa yerləşdirə bilmərəm. 224 byte'ımız neçə megabaytdır? Mən bilirəm ki, byte-dan sonra gəlir kilobayt, kilobaytdan sonra gəlir megabayt. Byte-dan kilobayta keçmək üçün 2 yol var, 2 dənə 210 var. Birinci yol, ikinci yol. Demək 2 üstündə 20-yə böləcəm. 224-ü 220-yə bölsəm qalar 2 üstündə 4. Yəni ki, 16 megabayt. Bura kimi bir dənə təkrar edirəm. Bir iş haqqında məlumat 2048 idi. 8192 X qoydum. Buradan qəşəng 211-i 213-ə vurdum. 224 tapdım. Onu 2 üstündə 20-yə böldüm ki, megabayta çevirəm. 16 megabayt tapdım. İndi 16 megabaytlıq məlumatı neçə dənə 1 megabaytlıq diskə yerləşdirərəm? Elə 16 dənə. Yəni 16 kiloqram unu neçə dənə 1 kiloqramlıq qaba boşaldarsan, elə 16 dənə. Məsəl üçün desəydi ki, 16 megabaytlıq məlumatı neçə dənə 4 megabaytlıq diskə yerləşdirərdim? Neçə dənəsinə yerləşdirərdim? 4. Bəli. 4 dənəsinə yerləşdirərdim. Yəni 16-nı bölərdim 4-ə. Beləcənə. İndi burada. Demək, 101-də 10-landır. Sadəcə burada Unicode deyir. İnşallah bunu evdə özünüz eləyərsiniz.
eləyən məsəl gələn səfər yenə də bir yerdə baxarıq. Burada sadəcə Unicode deyir. Yəni bir dənə burada artıq onu eləyəcəksən ki, artıq bunu burada 2-yə vuracaqsan. Bura kimi belə izah eləmədiyim fərqli sual tipi qalmadı. Bir dənə bunu demək istəyərəm, 60-cı sualımızı. Demək, bu fason sualları necə edirik? Deyir, gigabaytın 16-da bir hissəsindən ibarət məlumatda neçə kilobayt informasiya var? Nə edirsən? Bir dənə bu misalla deyəcəm. Demək, bunun 16-da bir hissəsini birinci qoyuram bir kənara. Bu tipli misallarda. Fərqi yoxdur. Məsələn, 61-də də megabaytın 2-də 1 hissəsi deyir deyə bunun 2-də 1 hissəsini qoyuram bir qırağa. Bunda 16-da 1 hissəsini turladım bir qırağa. Birinci 1 gigabaytın neçə kilobayt olduğunu tapıram. Sən dəftərinə baxsan görərsən ki, gigabaytdan kilobayta gəlmək üçün birinci gigabaytdan megabayta gəlməliyəm, təzədən oradan kilobayta gəlməliyəm. 2 üstü 10, 2 üstü 10. 2 dənə 2 üstü 10-umuz elədi 2 üstündə 20. Düzdür? Demək 1 gigabaytımız 2 üstündə 20 kilobayta bərabər imiş. Bunu qəşəng buraya yazıram 2 üstündə 20. Sadəcə 1 gigabaytın neçə kilobayt olduğunu tapdım. İndi bunun 16-da bir hissəsini tap deyir deyə mən bunu 16-da 1-ə vuracağam. Amma işim rahat olsun deyə 16-nı 2 üstündə 4 kimi yazacağam. Yəni 2 üstündə 4-də 1. İndi nə tər ki 20 vurulsun. Məsəl üçün 4-də 1 yazanda 4 ilə 20-ni ixtisar eləyib. Məsəl üçün bura 5 yazardımsa da rahat 2 üstü 20 ilə də 2 üstü 4-ü ixtisar eləsəm, əsaslar eyni olanda böləndə nə olacaqdır? Qüvvətdə çıxılacaqdır. Yəni bu bölməkdir. Cavabımız olacaq nə? 2 üstündə 16. Məsəl üçün megabaytın 2-də 1 hissəsindən ibarət məlumatdan neçə bayt informasiya var deyirsə, 2-də 1 hissəsini tullayıram bir qırağa, 1 megabaytın neçə bayt olduğunu tapıram. 1 megabaytımızı biz bayaq öyrəndik. Dəftərimizə baxsaq görərik ki, 2 dənə yol var. 2 üstündə 20 bayta bərabərdir. Onun 2-də 1 hissəsini tapmaq üçün 2-də 1-ə vururam. 2-nin də üstü həmişə neçədir? 1. 2 üstü 1 ilə də 2 üstü 20 ixtisar edəsə nə qalacaqdır? 2 üstündə 19.